Ermənistan Silahlı Qüvvələrinin Rusiyanın 366-cı motatıcı alayının iştirakı ilə Xocalda törətdiyi qətliamdan 34 il ötür. Hər il olduğu kimi, xalqımız bu ildə faciə qurbanlarını unutmur, onların xatirəsini yad edilir. Bakıda Xocalı qurbanlarının xatirəsinə ucaldılmış Ana Haraya abidəsini yüzlərlə vətəndaş ziyarət edir, önünə gül dəstələri düzürlər. Ölkəmizdə bu tarix qeyd olunur, yaddaşlarda qalması üçün, gələcək nəsillərə ötürülməsi üçün biz həm də ki şəhidlərimizin qarşısında bir vətəndaş borcumuz olaraq bu tarixi birlikdə yad edirik. Bugün xalqımızın tarixində dönüm nöqtələrindən biridir. Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərin bir kulminasiya nöqtəsidir. Bununla mən deyərdim ki, xalqımızın mübarizə tarixi 20 yanvardan sonra ikinci bir dönüm mərhələsinə daxil oldu. Müzəffər Ali Başkomandanın rəhbərliyi ilə, Azərbaycan xalqının dəstəyi ilə, milli ordumuzun şücaəti ilə biz bu problemi həll elədik. Bəlkə də dünyada yeganə ölkəyik ki, öz gücümüzlə öz problemimizi həll elədik. Kənar müdaxilələri dəf etməklə. 2020-ci il sentyabrın 27-sində başlanan əks hücum əməliyyatı Azərbaycan tarixi torpaqlarının suveren ərazilərinin erməni işğalından azad olunmasına gətirib çıxardı və biz qəhrəman oğullarımızın sayəsində, millətimizin birliyi sayəsində, Müzəffər Ali Başkomandanımızın qətiyyəti sayəsində suveren ərazilərimizi düşməndən azad elədik və Xocalının qisasını aldıq. Amma məsələ bununla da bitmir. Erməni separatizmi, erməni revanşizmi və ermənilərin bütün bu əməllərini dəstəkləyən müəyyən beynəlxalq güclər bu gün də öz əməllərindən, ikili standartlarından geri çəkilmə fikrində deyirlər.